xahişi ilə biz bu günləri hal-hazırda Ramana qəsəbəsindəyik. Zabrat rayonunun Ramana qəsəbəsindəyik. Sevda xanım, buyurun, özünüzü təqdim edin. Mən Bayramova Sevda Qaraşqızı, İnşli rayon Qubiyarlı kənd sakiniyəm. Sevda xanım, problemin nədir? Nəyə görə kanallara müraciət etmişsiniz? Müraciətim ondan ibarətdir ki, mən 2013-cü ildə Böyükşor qəsəbəsində ev tikmişdik və 2013-də bu ev dövlət tərəfindən plana düşdü. Və ailədə belə qərara gəldik ki, dövlətin bizə verdiyi bu pulla Zabrat 2 qəsəbəsində 6 sot torpaq almaq qərarına gəldik. Bu da ondan irəli gəldi ki, 2 oğlan evladımız var. Ona görə ikisinə də bu 6 sotun üstündə 2 ev inşa elədik. Hərəsinə bir ev. Biz bu evləri tikib yəni tikiliş qutardı, amma işlərində hələ işləm işləri qalıb. Və mən 2023-ün avqustun 30-unda belə bir zəng gəldi mənə ki, bəs bizi evdən çıxardırlar. Və mən o tarixdə orada deyildim. Evə getdim ki, niyə bizi evdən çıxardırlar? Və mən getdim ki, mənim kiçik oğlum, öz uşaqlıq dostu Tahir Nəbiyevdən bizə gəlib gedən, yəni bizim ailəni bilirdi də bu uşaq. Uşaq deyil, artıq böyüyüb. O, bilmirəm, hansı iş üzrə də içəridə yatıb. Ondan sonra mən həmişə uşaqlarıma da deyirdim ki, belə insanlardan uzaq olun. Mən uşaqlarım çox tərbiyəli, evlatlarım var. Həmişə onlarla öyünmüşəm bir ana kimi. Çox gözəl əskərliklərini də çəkiblər. Dövlətimə borcların xidmətində eləyiblər. Hal-hazırda hərəsinin 3 uşağı var, evlidirlər. Və bunlar heç bir indiyənə kimi mənim evlatlarımın adı bir polis idarəsində bir kağıza düşmür. Heç bir var. Və mən o qədər əminəm ki, evlatlarımdan. Bu işin bizim ailəni məhv eləmək üzrədilər. Ona görə mən bura çıxmaq məcburiyyətində qaldım. Bu da ondan irəli gəlir ki, mən 2023-də, avqustun 17-sində xəbərim olub ki, 2022-də dekabrın 30-u bizim torpaq, evin sənəti yoxdur. Torpağın sənəti ilə bizim torpağı satışa çıxardıblar. Bu da bir çətə tərəfindən ələ keçirilib. Yəni bu, mənim oğlumun dostu olan bu Tahir çəti ilə əl verilmiş. Bizim xəbərimiz yox, yəni oğlumun da xəbəri olmuşdu işte. Və orada oğlum buna necə olub? Oğlum deyib ki, mənə pul lazımdır, biraz istəyirəm bankaya girəm. O da deyib, bankaya girməyə gərək yoxdur. Mənim dostum var, tanıdığım, aşağı faizlə pul verir. O deyib ki, amma bir şey verməlisən. Bu da deyib, nə verə bilərəm? Deyib, torpağın sənətini. Bu da torpağın sənətini verir. Verib və orada mənim ailəmin heç birinin xəbəri yoxdur ki, olmayıb. Yəni bu iş açılanda bilinib ki, mən evlatlarıma generalını daverlis vermişəm. Heç kimin xəbəri olmayıb. Və bunun xəbəri olub Tahirin xəbəri. Tahir də bu kağızı, torpağın kağızını Bəbirə Bəbirov Mübariz Musaoğluna verib. Hansı ki, bunun adında çox ağır cinayət işləri var. Tahir də adında çox ağır cinayət işləri var. Bunlar bir çətənin başçılarıdırlar. Orada görüblər ki, generalın daverlis var. 6 sotunu başlayıblar çətələrdə, öz qruplarının içində aldığı satı etmək. Yəni, bizim xəbərimiz olmadı. Və indi mən məhkəməyə müraciət elədim. Torpaq mənim adıma olduğu üçün. Və bu alqı-satqını Koroğlu sahəsində Heydər Əliyev prospektində yerləşən Asan Xidmətdə bu prosesi keçirtməyiblər. Yəni, dövlət tərəfindən onlar deyiblər ki, biz bu prosesi həyata keçirə bilmərik. Bu qadın burada olmalıdır. Və mən olmadığım şəkildə onlar bunu imtina ediblər və gediblər Binəqədi rayonunda
hansısa bir notarislə ola bilsin ki, pul yolu ilə bunu əldə eləyiblər, keçirdiblər bu alqı-satqını. Və oğlumu təhdid eləyiblər. Sən uşaqlarını aparacaq, başlarını kəsərik, ailənə müxtəlif xəsarətlər yetirəcək, evi boşaldım. Hətta mənim nəvələrim indi də, yəni bunu da mən sizə buradan müraciət edirəm. Möhtərəm prezidentim, mənim səsimə səs verir. Bir tək dayağım, bir tək arxam sizsiniz. Mən sizə çox güvənirəm. Mən inanıram ki, mənim səsimə səs verəcəksiniz. Mənim 6 nəvəmin haqqı yerdə qalmayacaq. 38 il əməyim var bu evlərdə. 38 il və mənim yoldaşım 2 maşın Vuldur dəstəsinin təhdidi nəticəsində dünyasını dəyişdi. Çox xahiş edirəm, mənim səsimə səs verin. Mənim 2 ailəmi məhv etmək üzrədilər. Mənim evlərimi müxtəlif insanlara satıblar. Bu necə ola bilər? Biz müstəqil, biz demokratik bir dövlətdə yaşayırıq. Möhtərəm prezidentim, mən sizə səslənirəm buradan. Çox xahiş edirəm. Mən gələcəyin əsgərim böyüdürəm. Mən Altınayımı polis görmək istəyirəm. Vətənimə xidmət etsin istəyirəm. Mən balaca Tofiqimi polis görmək istəyirəm. Gələcəyin millətimin qayğısını çəksin istəyirəm. Bu qorxu altında onlar necə oxuya bilər? Evsiz necə oxuya bilərlər? Mən sizdən bir tək istəyirəm, çox xahiş edirəm, çox xahiş edirəm. Bu şəxslər cəzasını alsın. Çox xahiş edirəm. Bəbirov Mübariz Musaoğlu, Abbasov Sahib Səbuhi Abbasoğlu, Nəbiyev Tahir Aslanoğlu, hansı ki devlətdən qaçıb, burada yoxdur. Əliyev Asif Bahaddinoğlu, Rəsulzadə Emin, Famil Firudinoğlu, Səmədov Tofiq Nəsiboğlu, Ruslan və Nemət. Çox xahiş edirəm, çox xahiş edirəm. Anaların anası Mehriban xanım, mənim səsimə səs verin. Mənim 6 nəvəm çöldə qalmaq üzrədilər. Bizə təhdid edirlər. Dəfələrlə mənim qapıma gəliblər. Gecələr, məndə videolar da var. Mən evlatlarımın talehindən qorxuram. Çox xahiş edirəm. Çox xahiş edirəm. Mənim səsimə səs verin. Çox xahiş edirəm. Möhtərəm prezidentim. Və buradan səslənirəm Vilayət Eyvazov cənablarına, Kamran Əliyev cənablarına səslənirəm. Mənim səsimə səs verin. Mən haqqa, hüquqa, dövlətimə çox güvənirəm. Mən bilirəm ki, siz mənim səsimə səs verəcəksiniz. Mən buna inanıram. Neyse hanım, sizin baktığınız ərazisində evi soyuna düşür. Və o evin pulunu alandan sonra gəlir artıq torpaq almışsınız. Zabrat bilən ərazidə. Bəli, bəli. Və 2 etdirmişsiniz. Bəli. Həmən pula. 2 evladınız olduğu hərəsini bir ev vermişsiniz və hərəsini gidən ev da vermişsiniz. Ayrı-ayrılıqda. Ayrı-ayrılıqda. Yox, bir yerdə vermişəm, 6 sot. Yəni hərəsinə ayranda, çünki 3 sot bir oğluna vermişsiniz, 4 bir oğluna və həmin torpaq üzərində ev tikdirmişsiniz. Ev tikdirmişəm. Bir müddət keçir. Amma bizim bu 6 sot bölünməyib. Çünki evimizin sənəti yoxdur. Hukukça aldıqda dedim, böləcəm bunları. Hər evladımın payını verəcəm. Və bunlar 6 sotu generalında verilmiş olduğu üçün mənimsədilər. Sizin də oğlunuzda 6.000 manat pul lazımdır. Və dostuna deyir ki, payına pul götürmüşsünüz. Dostu deyir ki, bəs əvəzənə nə qoya bilərsən? Mənim yaxın adamı da sənəm verir. Bu da deyir ki, generalında vermişlər. Həmin davranışda 6.000 manat pul götürür. Yox, oğlum bilməyib davranışın olduğunu. Oğlum sonradan bilir. Sonra bilir. Evin ikinci torpağı evi də satanda oğlum deyir ki, bəs onu niyə satırsınız? Deyirlər ki, generalın davranışı var. Torpağın hamısı bizim. Hamısı bizim. Çünki sizi təhdid edirlər ki, tez olun bu evdən çıxın, evlər bizim. 6.000 manata görə. Tofiq tərəfindən. Mənim oğlum 6.000 manatdan 12.000 manat ödəyirəm. Amma yenə razı olurlar. Yox. Dediyinizə görə, bir dəstə dediyinizə görə bu evi alıblar, Mübariz və Tanrı adlı şəxslər. Hal-hazırda Mübarizlə Tanrı hardadır?
Mübarizin istintaq edir, Tahir amma qaçıb. Devlət Azərbaycanda yoxdur. Mübariz də qaçmışdı. Mübariz keçən il Azərbaycana təhvil verildi. Keçən il. Həbs olundu, gəldi. Aha. Amma bunlar heç bir istintaqa, heç bir şeyə məhəl qoymurlar. Mənim, məsələn, mən bəraət qazandım Sabunçu məhkəməsində. Siz 2023-cü ildə xəbər verirlər ki, bizə deyir, boşal, gəlmir. Maraqlanmışsınız. Görürsünüz ki, 2022-ci ildə evlər satılıb. Evlər satılıb. Və siz məhkəməyə müraciət edin. Aha, verdim, həmin an. Sabunçuların məhkəməsinə. Aha, qaytar. O da mənə bəraət qazandırdı. Burada dələduzluq bölümündədir. Bəli, evlərin sizin adınıza keçmək. Bayramov, Sevda, Qaraş qızın adına keçirildi. Torpaq daha da həmin torpaq. Və onlar veriliblər Apellyasiya məhkəməsinə. Apellyasiya məhkəməsi nə qərar çıxardı? Abşeron məhkəməsində oldum mən, Abşeron məhkəməsinə. Amma bilmirəm, bunlar niyə Abşerona müraciət edirlər? Sumqayıt apellyasiyasına müraciət edirlər, mən onu bilmirəm. Bəlkə bir ildə neçə dəfələrlə bizim məhkəmələr oldu. Onlar tərəfindən çağırışa gəlmədilər. Heç bir burada çağırılan şeylər, tərəflər, heç biri məhkəmədə iştirak etmədilər. Apellyasiya məhkəməsi də qərar çıxardı ki, torpaq sizin adınıza keçirilsin. Və kimi takipçiniz sadı, emindir, ondan sonra onlar onların sizi qaytarılsın. Onlar bir-birinə qaytarmalıdır. Onlar bizə pul verməyiblər. Və bu məhkəmənin qərarına məhəl qoymayanlar sizi təhdid edirlər, dediyinizə görə. Təhdid edirlər, dəfələrlə gəliblər, bizdə videolar var. Təhdid edirlər, dəfələrlə məni döyüblər, qaraçı qadınlar gətiriblər. Keçən il mən çox ağır zərbə aldım və yoldaşım da öldü, onlar öldürdü yoldaşımı. Bax bu Tofiq tərəfindən, Səbuhi tərəfindən, tərəfindən, Ruslan, Rəsulzadə Emin tərəfindən. Bunların hamısı, bir dənə orada var, Ruslandır, yəni Nimətdir, mən onun familiyasını bilmirəm. Keçən bu avqustda keçən il idi. Məndən şikayət edib Sabunçuya ki, güya mən evi olaraq satmışam və öz evimə onları evdən çıxardıram. Mən hansı alqı-satqıda olmuşam, çox xahiş edirəm hüquq mühafizə orqanlarından bunu araşdırsınlar ki, mən onlarla hansı alqı-satqıda olmuşam. Çox xahiş edirəm. Biz hansı devirdə yaşayırıq? 2026-da yaşayırıq və neçənci əsrdə yaşayırıq. Mən dövlətimin qanununa da, hüququna da çox güvənirəm. Mən bilirəm ki, haqq heç vaxtı yerdə qalmır. Bu evlər mənim alın tərim, zəhmətim əsnasında Hərsəyə gəlib yoldaşımın. Çox xahiş edirəm, mənim yoldaşımın qanı yerdə qalmasın. Çox xahiş edirəm. Heç kimin haqqı yoxdur kimisə vaxtsız dünyadan göndərməyə, heç kimin. Gecələr mən baxın, bax yoxlayın, 2022 demirəm, 2023-dən bura yoxlayın, mənim nə qədər 102-də zənglərim var. Bunu yoxlayın, xahiş edirəm, çox xahiş edirəm. Qanun çərçivəsində yoxlanılsın. Mən nə qədər kömək istəmişəm, Sabunçu polis idarəsindən gələnlər olub. Düzdür, bu dəstənin əl-üzün yuanlar olub orada, yumayanlar da olub. Mən o yumayan polislərimizin qarşısında baş əyirəm. Onlar mənə çox dəstək olublar bəzi anlarda, çox. Amma bəzilərinin cəzasını almağını istəyirəm. Çox xahiş edirəm, möhtərəm prezident. Mən sizdən çox xahiş edirəm. Bir Azərbaycan qadını kimi, Azərbaycan xanımı kimi sizdən çox xahiş edirəm. 6 nəvənin nənəsi kimi, 2 oğul anası kimi sizdən xahiş edirəm. Çox xahiş edirəm. Mənim ailəmi çöldə buraxmayın. Çox xahiş edirəm. Mən əməklə, necə deyim, bütün gücümlə çalışıb bu evləri ərsəyə gətirmişik. Çox xahiş edirəm. Düzdür, möhtərəm prezidentinin də dəstəyi olub, o plan şəklində bizə o evimizin haqqı verilib, amma qalanlarını biz işləyərək əldə etmişik. Hər şeyi. Çox xahiş edirəm. Mənim evlərimi geri qaytarın. Kömək edin mənə. Möhtərəm prezident, bir tək sizdən çox xahiş edirəm, mənə kömək edin. Güvənc yeri sizsiniz. Bir tək sizə güvənirəm. Bir tək sizə güvənirəm. Prezidentim, mən sizə çox güvənirəm.
Bu quldurların əlindən məni tutarın. Evlərimi azad edin. Mən sizə inanıram. Sana değerli izleyiciler, Seyda Hanım'ın danışıqlarına qulaq asdınız. Xahiş edir kanallarımız vasitəsilə Dövlət Başçısına, Mehriban Hanıma, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciət edir ki, xahiş edirəm, bu özünün dediyinə görə quldur dəstəklərinə hücum edirlər, uşaqlarına hücum edirlər, nəvələrin dərsə görə bilmir. Bunlar haqqında ölçü götürün və məhkəmə qərarına əməl etsinlər. Değerli izleyiciler, kanalımıza abone olun. İzlediğiniz için teşekkür ederim. Sağ olun.